sən deməli, tövhidi sən dediyin formada öyrənmirsən. Öyrənmirsən də sən. Sən dediyin formada öyrənmirsən də, tövhidi öyrənmirsən. Yəni də sən əgər bilirsən, öyrənmirsən. Əgər mən öyrənmişəm, hamımız öyrənmişik. Sən də öyrənmişsən. Mən sən öyrənmişsən də. Mən də öyrənmişəm. Öyrətmədə. Ay, sağ ol. Odur da, problem odur ki, sən öyrənmiş olduğun halda, sənin yolun bu idi, bu formu öyrənmirsən. Amma sən la ilahe illallah mənasına xata buyurun. Bax, Allahdan bax, 2-3 dəfə təkrarlanır ki, o da çəkir. Deyirəm ki, Allahdan başqa Allah yox. Hayır, xatadır. Əgər belə bir məna olsaydı, müşriklər kafir olmazdı. Müşriklər inanırdı ki, Allahdan başqa Allah yoxdur. Allahdan məbud yoxdur. Allah nə deyirlər? Allah, gəl. Problem da deyil. Allah mən sənə dedim ki, o kəlmə fırladır ki, qoy. Allah məbud Allah kəlməsinin əslində deyil. kəlmə fırladır. İlah kəlməsinin əslində deyil. Əlhə ya'ləmsün. Yox, onun mənasını ilah kəlməsi. İlah ibadə İcazə və icazə. Nədir mənası? Deyən. Əgər mən Allah icazə və qardaş. Kim tərcümə eləyib ki, la ilahə illallahı Allahdan başqa Allah yoxdur deyə. Yəni sən kəlmə tutursan. Yəni sən kəlmə məbud. Baxın, kəlməni tuturam, mənanı tuturam. İndi bax, müşriklər Allah inanır, inanmır. Dedi məbud. Allah deyir. Deyən də, mən orada Allah dedi, bəs bayaqda mən sənə deyəm ki, sən kəlmə fırladırsan. Yaxşı, Allahdan başqa məbud yoxdur. O yəni dayanır, hamı onu deyir. Gədə qrammatik elə. Heç bir məbud yoxdur da Allah. Yaxşı, gəlir, qrammatik gəlir. Qrammatik gəlir. Yəni, hamı cəmat onu deyir. Hamı onu deyir. Allahdan qeyri məbud yoxdur. Allahdan qeyri məbud yoxdur. Mən bunu deyirəm. Məbud olmaz. Siz nə deyirsiniz? Allahdan başqa məbud yoxdur. Aynen. O büt ki, ərəb cahili qoltuğunda gezdirərdi. O büt ki, ərəb cahili qoltuğundan başqa evində sütuna qoyardı. O ərəb cahili ki, sütundan başqa, qoltuq sütundan başqa Kəbənin içində büt qoyardı, ona məbud deyərdi ərəb. Onunla yanaşı Allah inanır. Ərəb dilində ona həm məbud deyərlər, həm Allah deyərlər. Allah demir. Necə ki? Allah demir. Bir dənə dəlil gətir ki, Allah deyilir. Bir dənə dəlil gətir ki, Allah deyilir. Nə dəlil yoxdur? Dəlil də Qurandan. Allah kəlməsini sən deyirsən ki, icad olub Qurandan sonra sən bunu deyirsən. Peyğəmbərliyə ki, Allah kəlməsi. Şimdi yaxşı. Yəni sizin cəmaat hamısı oxumuşlardı, deyir ki, Allahdan başqa məbud yoxdur. Ay sağ, iki dənə məna ortaya çıxdı. Allahdan başqa Allah yoxdur və Allahdan başqa məbud yox. Tulla birincini, Allahdan başqa məbud yoxdur. Yaxşı, məbud yox. Sən səhvəliyi bilməzsən. Oldu, yox, məbud yoxdur. Məbud yoxdur. Deməli bu birinci. Yəni Allahdan başqa Allah aydındır ki, səhvdir, ona görə ki, müşriklər buna inanır. İndi ona gəlir. Allah bir deyim mən Allah qardaş. İmkan verdim. İmkan verdim. Babaya Allah mən qardaşımın sözünü kesdim, mən danışdım. İmkan verdim. Sən imkan verdin. Şəhət yarım səhət. İmkan verdim. İndi sən bizim o qardaşımızın bəhsilə. Mən bəhsinə gedim. Allahdan başqa məbud yoxdur deyir də. Söhbətlər niyə qorxursan Allahdan? Allahdan başqa məbud yoxdur deyir də. Mən deyirəm ki, bu tərcümədə nədir sən? Qoydusun sən. Ay, sən. Niyə? Ona görə ki, niyyəti buraya gələcək. Ona görə ki, Allahdan başqa məbud var, yoxsa sual verirəm. İbadət olunan var, tapdan danışır. Allahdan başqa ibadət olunan var. Çünki Allah Teala öz Quranda buyurur ki, فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ Onların Allahdan qeyri ibadət etdiyi ilahlar. Allah özü ilah adlandırdı. Nəyi ibadət olunan? Allahdan qeyri ibadət olunanlar nə adla ilah adlandırdı. Onlara heç bir fayda verməli. Deməli, ibadət olunan. Ona görə onun düzgün mənası olur ki, Allahdan başqa ibadətdə haqqı olan məbudur. Sual ola bilər, haqq sözünü haradan gətirdin? Haqq sözünü haradan gətirdin? Çünki bu onun içərisində var. Təqdirin, ayısı açıram. Bir dənə yaz kəlməni, ver, müşkülə varsa ver. Yox, qaşı ilə görə la iləhə, la nədir? La varsa, iləh nədir? Onun ismidir. İsmi deyil. Lədən? Yoxdur, qrammatikdə bilirsən. Lənin sonra nədir? İsmi olmalıdır. Yaxşıdır. Lə sonra nədir? İləhə ismidir. İsim varsa xəbər olmalı deyil. Olmalıdır. La iləhə, orada xəbər var. Haqqun illallah. Söhbət deyə bilərsə, haqq sözünü haradan gətirdin? Demək, xəbər 100% var. Burada qayda var ki, ərəb dilində də bir şey bəlli olarsa, o zikr olunmur. Sən
Bir də. Buna baxsa. Allahdan başqa ibadətə layiq olan bir var. Ya Bir də kəlmə. Sən kəlmə-i teyyibədən danışırsan, yoxsa məndən vacib səcdənin zikrindən danışırsan? Sən deyirsən, la ilahə illəllahu haqqan haqqa, la ilahə illəllahu gedinən nə qədər deyirsən? La ilahə illəllahda hamısı bilir ki, söhbət haqq olan Allahdan gedir. O Allahdan ki, Əli ibn Əbi Talib, Nəhcül Bəlağə, birinci xütbədə buyurur, Allaha sıfatı ilə ibadət eləmiyor. Əgər sən Allah xaliqdir deyə əyilirsənsə, qulaq az. Nəhcül Bəlağə dəlildir. Bəli. 300 il sonra rad idi, onu yığıb, bir dənə sənədi yox. Bu səhifdir, Səbirli ol. Sən indi danışırsan burada. 300 il bundan sonra sən sözü... Neçə yüz il yazırsan, neçə yüz il sonra yazırsan. Allah ana bilmirəm. Sənədi zikr edir. Bilmirsən, bilmirsən, niyə bunu 200 il sonra yazın. Bismillah, 200 ildəki haqq olur, 300 il sonra yazılan haqq olur. O bir sənədi zikr edir. Sən məlumdur ki, bəlağə səhih deyilsə, bu hardan səhih La ilahe illallah deyil. Nə də la ilahe illallah deyil. Hayır, zaten mən danışanda utanmamışam. İmkan ver də. Yox, cavab yox. Cavabın çıxdı hər şey. Ya bulatmayın. Mən əlavənin sənədlərini gediş kitablarından alın olur. Görlədir, bu bir. Demə, var hədis, İbn Əbul Hədis cənabları. Mütəzzili. Bəli, sünnət cənabları ona Mötəzillər Rafizin səhvəsində damsı Rafizidir, bəli. Əqidədə belə bir fərqi yoxdur. Əlhamdülillah. Qulaq da ya, sənə keçməz. Sənədlərdə gedəndən sonra gəlsən Rafizin sözünə görə. Qulaq da. Qulaq. Onun sənədləri var, La bundan ilahe illallahdan danışırdıq da. Sarma müşkələr. O oturaq məsələlərdir. Hələ la, mən sənə Allah xırdalayıram. Demə, ayaq xırdalar. Allah mənə la ilahe illallah xırdalar. Mənə la ilahe illallah. Sakın. O küçük olduqca səsdir. Sən özün elm oxumsan. Bəli. Neçə il oxumsan Mədinə? 4 il. 4 il, 7 il oxumsan sən. 7 il, 4 il. Oxumsan da, düz deyil. Sən Qur'an-ı Kərimdən ki, la ilahə illallah sözünü götürmüsən, şərhinə gəlib alimlərə müraciət eləmsən. Deyəm də bir dəqiqədə, deyəm də. Sən zatındadır Allah. O heç, fitrətindədir də Allah. Bu məlum. Allah yox, Allaha inanc. Allaha inanc. Söhbət nədən gedir? Mən deyirəm Allahın özü sənin zatında, fitrətindədir. Söhbət inancdan gedir. Sən o başlayardan, Allahdan ki, haqq sözünü çıxartırdın, sən də bu sözlərdən özün söz çıxarsan, alim oğlan. Sən alim oğlansan. Fakt var. Qulaq as da, sən alim oğlansan, sən fikirləşməlisən bunları. Yox, sən əgər sözünü xatalarsa düzəltməliyəm, alim olsun düzəltməliyəm. La ilahə illallah, la ilahə illahu. Bunlar var da Qur'anda. Düz deyil, sən tevhidi öyrənmək istəyirsən. Qur'an-ı Kərimdən ayələri gördün. Müraciət eləməlisən alimlərə. Görək gedəsən alimlərə. Qurandan danışan la ilahe illallah artıq ehtiyac yoxdur başqa şeyə. Çünki la ilahe illallah deyilirdi, açıq aydın Quranda bildirilir ki, onlar inanırdılar. Allah Teala Quranda buyurur ki: "Və la insaltu men xalaqas semawati vel arda la yaqulun Allah'a sorsan onlardan göyləri, yeri kim yaradı? Deyəcəklər Allah. Söhbət problem nə idi ki, bunlar inanırdılar. Yəni müşriklər inanırdılar ki, Allah var, yaradıb. Niyə onlar müşrik? Məni maraqlandıran odur. Bax indi problem odur ki, o vaxt müşrik Allah Teala xəbər verir ki, və ilə rakibu fil fulki da'avullahu muxlisləhuddin. Onlar dənizə, gəmiyə mindikləri zaman, fırtına əsdiyi zaman ixlasla müşriklər Allah'a çağırırlar. Allah'a dua edirlər, fikir ver. Fələmmə nəccəhum iləl bəri idəhum yüşrikun. Nə vaxt ki, Allah Teala onları quruya çıxardır və onlar yenə şirkinə qayıdırlar. İndi problem məni yandıran odur ki, insanlar Allah'a söyürlər, bu şirki ilə. Bax, əvvəl müşriklər çətinə düşəndə tək Allah'a çağırırlar, Firavun vaxtda şərik qoşurlar. İndiki müsəlmanlar, demirəm tək, qulaq da, sən, ola bilər, qulaq da, sənin firqəndə də var, mənim firqəmdə də var. Mən ona görə, mən özümün firqəmdə olanlar düzəldirəm ki, firqə yox, cəmaatda, ki, əhl-i sünnəyə mənsup olanlar da var, çağırırlar, çətin zamanda, ya baba, ya bədəvi çağırırlar. Sizdə də var ki, ya Plankəs, ya Hüseyin, ya Fatiməni çağırırlar, Firavun vaxtında da çağırırlar, çətin vaxtında çağırırlar. Olub da problemdir, şirkdir. Şirkdir. Quranda belə şirkdir. Şirki bir dənə tərif elə. Allahdan qeyri çağırma nədir? Şirk nədir? Təsbiyyət o qeyrullah məallah. Allahdan başqasını başqa bir adamın adını Allahla bərabər çəkməkə şirk deyir. Bərabər yox.
təsviyyətu qeyrilləhi ma'allah. Allahdan qeyrisən Allah bərabərləşdirmək. Mən nə deyirəm? Ad çəkmə başla. Mən sözümü, sənin sözünü Fulas ərəb sayağı deyirsən. Ərəb sayağı demək, türk sayağı. Fulas da? Üzr istəyirəm. Allahdan başqasına, Allahla bərabər dərəcədə. Hə. Yaxşı, demək ki, ey Hüseyn mənə evlad ver. Nə deyirsən buna? Hə? Ey Hüseyn mənə evlad ver. Ey Hüseyn, Hə. əgər Hüseyn Allahın bəndəsi deyilsə sənin hesabından, onda şirk olar. Hüseyn, İmam Hüseyn, İmam Hüseyn, Allah deyil. İmam Hüseyn məxluqdur. Hayır, məxluq. Onu Allah yaradır. Amma bu sözlər şirkdir. o kəlmə şirkdir əlbəttə. Kim deyib o kəlməni? Kimi? Səxavətdən eşitmirsən? Səxavətdən Ya hansı alimdən, hansı? İrandan gələnlərdən. İrandan söhbət getmir. İrandan söhbət getmir.